Salam əziz dostlar, bugün məchul anlayış və məchul hökm haqqında danışacağıq. Məlumun əksi olan məchuldur. Məlum budur ki, bizə məlumdur. Məlum elm sözündən götürülür, bilinən deməkdir, bilik. Məlumun əksi məchuldur, yəni bilmədiyimiz bir şey. Yəni biliyin olmaması deməkdir məchul. Buna görə də məlumlarımız anlayış və hökm adlı iki yerə bölündüyü kimi məchullarımız da məchul anlayış və məchul hökm olaraq iki yerə bölünür. Deməli, məlumlarımız iki yerə bölünürdü. Həmçinin məchullarımız da iki yerə bölünür. Həm məchul anlayışlar, yəni bizə məlum olmayan anlayışlar, bir də məchul hökmlər, yəni bizə məlum olmayan hökmlər. Məchul anlayış odur ki, bir şeyin nə olmasını bilmirik. Məchul anlayış odur ki, biz bir şeyin nə olmasını bilmirik. Yaxşı, bir dənə söz deyirlər, biz bilmirik o nədir. Gərək onu bizə göstərsinlər, ya bizə onun şəklini çəksinlər və s. Məchul hökm isə odur ki, bir şeyin digər bir şeylə nisbətinin olmamasına yəqinimizin olmamasıdır. Yəni bu budurmu? Buna bu deyilirmi? Yəni bir cümlə şəklində bu filankəs belədir. Məsələn, günəş parıltılıdır, məsələn deyirəm də. Bunu biz bilmirik. Tutalım ki, parıltının günəşə nisbətini bilmirik ki, parıltılıdır ya yox. Buna deyirlər nə? Məchul anlayış. Bu belə. Sonra keçdik zəruri bilik və nəzəri bilikə. Zəruri elm var, bir də nəzəri elm var. Bilik, anlayış və hökm olmasından asılı olmayaraq, təfəkkürə ehtiyac olub olmaması cəhətindən iki yerə bölünür. Deməli, elm, bilik, ya anlayış növündəndir, ya da nə növündəndir? Hökm növündəndir. Düzdür, ya yox. Bunlardan asılı olmayaraq, fərqi yoxdur. İstər məchul anlayış olsun, istər məchul hökm olsun, ya məlum anlayış olsun, məlum hökm olsun, məlumdan gedir söhbət əslində. Bəli, indi bunların özü də iki hissəyə bölünür bu məlumlar. Ya həmin o məlumun ortaya çıxması üçün təfəkkürə ehtiyac var ki, biz onu bilək, ya da təfəkkürə ehtiyac yoxdur. Ola bilər ki, təfəkkürə ehtiyac olmasın. Elə deyilən kimi zehnimizə həmin o şey gəlsin. Məsələn, deyir zəruri bilik, biri zəruri bilikdir. Təfəkkür vasitəsilə qazanılmayan və öz-özlüyündə insan üçün hasil olan biliyə deyirlər zəruri bilik. Təfəkkür eləmirik onun barəsində. Heç onun haqqında axtarış aparmağa, zehni işlətməyə ehtiyac yoxdur. Elə deyilən kimi o zehnimizə gəlir, hazır olur. Biz ona aksiyonlar deyirik də, zəruri biliklərə. Odur ki, zəruri bilik heç vaxt məchul olmur. Deməli, zəruri biliklərin içində bizim üçün məchul olan bir şey yoxdur. Hamısı məlumlardır. Məlum oldu. Ola bilər, məsələn, qafil olaq, zehnimizdən çıxsın, nə bilim, və yaxud qeyri-fikri səbəblərdən hansısa biri olmadığına görə zehində hazır olmaması mümkün olsun, fikrimiz başqa yerdə olsun, belə ola bilər. Amma onun bilinməməsi qeyri-mümkündür, onu hamı bilir. Odur ki, zəruri bilik heç vaxt məchul olmur və buna görə də heç zaman təfəkkürə ehtiyac olmur. Zəruri biliyin həm anlayış növü, həm də hökm şəklində olması mümkündür. Zəruri bilik iki hissəyə bölünür. Zəruri anlayış və zəruri hökm. Zəruri anlayış nədir? Məsələn, varlıq. Varlığın nə olması barəsində bizim təfəkkürə ehtiyacımız var? Yox. Varlıq deyən kimi bizim zehnimizə nə gəlir? Varlıqlar gəlir. Yoxluq. Yoxluq deyən kimi yoxluğun nə olduğunu bilirik. Bir şeyin olmaması deməkdir. Onun üçün düşüncəyə, təfəkkürə ehtiyac yoxdur. Bilik, elm. Düzdür? Bunu deyilən kimi insanın zehninə gəlir. Bu kimi məfhumlar, bu kimi anlayışlar. Zəruri hökmə misal. Məsələn, tam öz hissəsindən böyükdür. Bir şey ki, tamdır, onun da hissələri var. Biz bilirik ki, hər hansı bir tam öz hissəsindən böyüdür. Bizim bədənimiz başımızdan böyüdür, qolumuzdan böyüdür, ayağımızdan böyüdür. Stəkan öz hissələrindən böyüdür. Bax belə. Bunu da oturub hesablayıb təfəkkür eləməyə ehtiyac yoxdur. Dərhal insanın zehninə gəlir. Və yaxud iki ziddin cəm olması qeyri-mümkündür. İki ziddin cəm olması. Məsələn, bir şey həm insandır, həm də qeyri-insandır. Belə şey demək olar? Bu mümkün olan şey deyil. Bunun mümkün olmamasını hamı bilir. Hamı bilir ki, bir şey həm insandır, həm də qeyri-insandır ola bilməz. Ya insandır, ya da qeyri-insandır. Belə ola bilər. Bunun üçün də təfəkkürə ehtiyac qalmır. Nəzəri bilik isə iki hissəyə bölünür yenə. Təfəkkürə ehtiyacı olan biliyə nəzəri bilik deyilir.
Buna görə də bu bilikdə məchulun olması mümkündür. Məchul olur deyə ki, biz düşünürük, təfəkkür edirik ki, o nəzəri biliyi, o bilmədiyimiz məchulu oradan çıxardıb məluma çevirək. Buna görə də bu bilikdə məchulun olması mümkündür. Nəzəri bilik özü də iki yerə bölünür. Anlayış və hökm. Nəzəri anlayış və nəzəri hökm. Məsələn, nəzəri anlayış, səadət, xoşbəxtlik. Moşu məsələn, neçə müddəti deyilən xoşbəxtliyin tərifini tapa bilmirdi, yaza bilmirdi. Düzdür? Səadətin, mələk, cin və bu kimi varlıqların, bu kimi məfhumları gərək biz o anlayışları dərk eləməkdən ötürü biraz təfəkkür eləyək. Bu şeyin həqiqətinə varmaq üçün beynimizi işlədək. Biri də nəzəri hökmdür. Məsələn, deyirik ki, aləm hadisdir, sonradan yaranandır. Bunu sübut eləməkdən ötürü bir sıra müqəddimələrə ehtiyac var. Düzdürmü? Üç bucağın daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir. Bunun üçün gərək hesablama aparasan, zehni işlədəsən ki, dəlillə ortaya çıxsın. Bu kimi nəzəri hökmlər budur ki, bunların dəlilə ehtiyacı var. Dəlillə ortaya çıxmalıdır. Məsələn, sən aləm hadisdir. Düzdür? Aləmin hadis olmasını hardan bilirsən aləm hadisdir? Deyirsən ki, aləm hadisdir. Əl-aləmu mütəğəyyirun. Aləm deyir, dəyişəndir. Və kullu mütəğəyyirin hadisun. Bütün dəyişənlər də sonradan yaranandır. Fəl aləmu hadisun. Bəs nəticə etibarı ilə aləm hadisdir. Bax, bu hadis, yəni sonradan yaranandır. Bax, bunu ilə, bax, bu iki dənə müqəddimə qurmaqla bu nəticəyə gəlirlər. Buna deyirlər zehində təfəkkür. Bu aləmin sonradan meydana gəlib gəlməməsi, ya qədim olması barəsində alimlər fikir ixtilafına düşüblər. İxtilafa varıblar ki, aləm qədimdir, bəziləri deyib hadisdir. Bunun barəsində müqəddimələr qurursan və müqəddimələrin nəticəsində də aləmin hadis olmağını neynirsən? Sabit edirsən. Elhamdülillahi Rabbil aləmin.